Atamla çox xoşbəxtik biz burada. Burada gəlib qıyaq sürürük. Mən burada çox xoşbəxt oluram. Qarı çox sevirəm. Həmişə qar topu oynamaq istəmişəm. Qəşəng qardır, birlikdə oynayırıq. Şahbuz rayonunun Ağbulaq kəndi dəniz səviyyəsindən təxminən 1800 metr hündürlükdə yerləşir. Qış aylarında qarın ən çox düşdüyü ərazilərdəndir. Bütün bu xüsusiyyətlər kəndi qış turizmi baxımından olduqca cəlb edicidir. Ərazidə yaradılan şərait isə insanların qış aylarını daha aktiv və əyləncəli keçirmələrinə şərait yaradır. Naxçıvanda qış turizminin inkişafı üçün geniş və çoxşaxəli potensial mövcuddur. Bu imkanlar Şahbuz rayonunun Ağbulaq kəndində yaradılan istirahət mərkəzində aydın şəkildə öz əksini tapır. Qış mövsümündə Naxçıvan dağları füsunkar mənzərəsi, təmiz havası və əlverişli iqlim şəraiti ilə turistlərin marağını cəlb edir. Mərkəzdə uzunluğu 980 metr olan kanat xətti, uzunluğu 1600 metr olan sürüşmə zolağı, uşaqlar üçün əyləncə parkı, yeni başlayanlar üçün, xizəyə yeni başlayanlar üçün xüsusi sürüşmə zolağı mövcuddur ki, bu da gələn qonaqların vaxtını səmərəli keçirməsi üçün şərait yaradır. Hal-hazırda durduğumuz yer dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir. Kanat xəttinin bitiş nöqtəsi isə 2000 metrdə yerləşir. Ağbulaq ərazisində formalaşdırılan müasir infrastruktur qış turizminin müxtəlif növləri ilə məşğul olmaq üçün ideal şərait yaradır. Bura üz tutan ziyarətçilər həm aktiv istirahət imkanlarından yararlanır, həm də dağ mühitinin yaratdığı sakitlik və rahatlığı hiss edirlər. Ağbulaq kəndində yaradılan bu şərait də elə hər birimizin məncə könlünü oxşuyur. Şəhərin səs-küyündən, qalmaqalından uzaqlaşmaq istəyəndə insan 40 dəqiqəlik yolu gəlir və xoş istirahət keçirir. Hər cür şərait yaradılıb bununla bərabər elə o qarın yağmağını izləmək belə insana xüsusi zövq verir. Doğrudan da belə həftənin bütün günlərini dolu-dolanacaq işlə keçirdəndə insan həftə sonunu əyləncəli keçirmək istəyir ki, növbəti həftəyə daha enerjili olsun. Belə yerdə də ən çox köməyimdə çatan elə məhz belə xizək, dağ havası olur ki, qışın da ən gözəl əyləncələrindən biri məhz budur. Həm ab havası, həm əyləncəsi o qədər gözəldir ki, mən də tövsiyə edirəm ki, həftə sonunu qışda ancaq belə əyləncəli keçirmək. Sağ olun. İstirahət mərkəzi eyni zamanda Azərbaycanın zəngin təbiətinin tanıdılması baxımından da mühüm əhəmiyyət daşıyır. Kənd qış turizmi həvəskarlarına həm sağlamlıq, həm də adrenalin dolu istirahət təklif edir. Uşaqları daha çox maraqlandırır və əyləndirir deyərdim. Çünki onlar burada xizəkdən istifadə edirlər, yay əyləncələrindən istifadə edirlər. Amma bu o demək deyil ki, yəni təkcə Ağbulaqdır Naxçıvanda qış turizmi üçün və digər turizm növləri üçün. Mən deyərdim ki, bu rahatlığı digər ərazilərdə də, Şahbuzun digər ərazilərində də yaratmaq olar. Çünki mövsümlüyü qaldırmaq olar ortada. Mövcud imkanlar daha səmərəli dəyərləndirildikcə bölgədə qış turizminin inkişafı üçün yeni perspektivlər formalaşacaq və Naxçıvan bu sahədə daha geniş auditoriyaya təqdim olunacaq. İlham Vəliyev, Təxminə Babayeva, Rafət Kərimov, NTV Xəbər.